Hər gün onlarla şəxsin bank kartından vəsait uğurlanır. Bu problemin hələlik tam həlli mümkün olmayıb. Başqa sözlə, hələ də kart məlumatlarını başqalarına ötürən və ya etibarsız platformalarda paylaşan insanlar az deyil. Nəticədə kiberdələduzlar kartdakı vəsaiti son qəpiyinə qədər başqa hesablara köçürürlər. Bəs hansı hallarda kartlardan və ya elektron pul kisələrindən uğurlanan vəsaitin geri qaytarılması mümkün olar? Gündəm 24 Xəzər xəbərə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi bildirir ki, kartdan vəsait çıxarıldıqdan sonra 1 saat ərzində aidiyyatı orqanlara məlumat verilməzsə, həmin pul artıq ölkədən çıxarılır. Kartdan vəsait uğurlandıqda ilk 1 saat ərzində məlumat verməyin vacibliyinə toxunan kiber təhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirir ki, bu müddət kritik zaman pəncərəsi hesab olunur. Banklar və ödəniş sistemləri həmin vaxt ərzində əməliyyatı izləmək, dayandırmaq və ya bloklamaq imkanına malikdir. Əks halda vəsait ölkə xaricinə, kriptovalyutaya və ya anonim hesablara yönləndirilə bilər, deyə bildirilib.